Salam dostlar, bugünkü videoda sizlərlə dünyada ən çox gol vurmuş 10 futbolçulara baxacağıq. Bu videonu ChatGPT yazdı. Demişəm ki, Azərbaycanın ən böyük 10 futbolçusu mənədir. Mən də elə bir video çəkeyim. O da mənə maşallah, 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 maşallah dedi. 20 dənə də desəydim, 20'sini də deyərdi bəlkə. Bu videoya keçməmişdən öncə kanala like atıb abunə olmağı unutmayın və burada bildirim işarəsi var. Ona da basın ki, yeni videolar gələndə xəbərdar olasınız. Yəni ki, dostlar, 7 abunətim oldu. Təbrik eləməni də unutmayın. 10 abunə çox az qaldı. 3 dənə abunədən sonra 10 abunədir. Başlayaq. 10-cu yerdə olan futbolçumuz Joao Bambrik'dir. 630 golü qardaşım, 630. Bu dünyanın golunu vurub da o dərəcədə 630 golü, 630. Mən hələ 127 golum var. Toplamda baş, əl, ayaq, rovaşata. Rovaşata mənim vardı. Çox qolda Joao Bambrik. Bu video nə məqsədi ilə çəkirəm? Bəzi insanlar deyir ki, nədir onadır? Ən çox qol vurmuş futbolçular istəyirik, görək hərdən tapaq. Kamran Kerimzadə kimlərəcə futbol haqqında minlən video. TikTokda mən əslində futbol haqqında məlumat verirdim. 2 dənə hələ videom var. Cristiano Ronaldo haqqında vermişəm. Gəlib İFTA'ndan onu da izləyə bilərsiniz. 9-cu yerdə olan kanalımız Lewandowski'dir. Tanıyırsınız bəlkə 635 gol. Elə bir şey Joao Bambrik var ha, dedim 630 gol. Bu da 15 gol çox vurubdu. Yəqin ki, nə dediyimi oladınız. Leva, Barcelona, sonra Bayern Münih, Dortmund, 1000 dənə klub oynayırdı. Əfsanə olub, əfsanə. Yəni ki, tanıdınız onu. Bu nədir? Nədir? Heç nə, 2 yazmışam mən. 8-ci yerdə olan futbolçumuz Gerd Müller'dir, 640 gol. Yəni ki, 1970-ci ildə Dünya Kupası'nı qazanıbdı. Yəni ki, 640 gol da az deyir. 640 gol. Burada mən birini yazmışam. Jones 600. Jones 650 gol. Gerd Müller isə 600 gol. 6-cı yerdə olan futbolçumuz Bikan'dır. Yəni ki, tanıdınız o Bikan'ı. 805 gol atmışdı. Səncə neçə maçda? Deyərsiniz ki, 1000 maçda. Xeyr. 505 maç, yox, 500 maçda 805 gol atan futbolçudur. Yeganə futbolçu. 505 maçda 805 gol atıb adam. Adam globala çıxıb, qardaşım. Ronaldo bir videoda nədir onadır? Bir videoda Real Madrid'dən Barcelona oyunda ancaq 2 video atar. 2 video atar nədir? 2 gol atar. Saçmalama. Videolarda Ronaldo 1 milyon keçibdi. Bir oyunda 2017-ci ildə 5 gol atmışdı. Messi, Ronaldo ancaq 5 gol atır. Messi. 5-ci yerdə olan kanalımız Puskas-dır. 740. Yox, Təcrübdə mən soxa deyir burada. Puskas 740 gol. 4-cü yerdə olan futbolcumuz
Romario'dur. 780 gol. 780 gol. 780 gol. 780 gol. Aslında Pele dördüncü de burada. Üçüncü yerde Bikan'dır. Ama ben burada səhv yazmışam ya futbolcular. Ama neyse. Üçüncü yerde olan futbolcumuz Pele'dir. 770 gol. Ha, üçüncü yerdədir Bikan. Pele dördüncü yerdədir. Ha, Puskas altıncı yerdədir. Romario 5-ci yerdə, Pele 4-cü yerdə, 3-cü yerdə Bikan'dır, 2-ci yerdə Messi'dir. Yəqin ki, tanınız futbolcusu. Mən də sonra futbolçuyum. Amma futboldan başım çıxır. Alma var burada. Onu da alma yeməkdən almayalım. Oy, telefon düşmüş. Kameramız düştü. Görürsünüz mü? Birinci olan kanal mı diyeyim, YouTuber mı diyeyim, futbolcu mu diyeyim? Siz şimdi. Ben 20 saniye gösterdim. Video 20 saniye. Düşünün. Ronaldo demeyeceğim. Aslında birinci yerde değil Ronaldo. 5 saniye var. Ha, açıklayayım. Birinci yerde aslında Ronaldo da. Tanırsın ben Ronaldo'nu. Aslında Ronaldo değil. Ben bir videoda görmüştüm. O 20 il ərzində 1300 gol atmışdı. 1300 gol. Belki o birincidir. Ama onun adı naməlumdur görə. Ronaldo'dur birinci yerdə. Ben dostlar, videomuz bu kadar değildi. Çalışın, salamat kalın. Abone olup like atmağı ve bildirimleri açmağı unutmayın. Sağ olun, salamat kalın.